Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunan, mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edən proqramlar yaratmaqda, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə təqsirləndirilən Zero Map MMC-nin icraçı direktoru Tural Əliyevin cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bugün Yasamal rayon məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Tural Əliyevin vəkili məhkəmədən onun etiraf edici ifadələrini, evli olduğunu, dövlət əhəmiyyətli işlərdə iştirak etməsini nəzərə almağı, barəsində ədalətli qərar çıxarmasını, həbslə bağlı olmayan cəza verilməsini istəyib. Son sözlə çıxış edən Tural Əliyev məhkəmədən ədalətli qərar verilməsini istəyib. Məhkəmə qərar qəbul etmək üçün müşavirə edib. Müşavirədən qayıdan hakim hökmü elan edib. Hökmə əsasən təqsirləndirilən Tural Əliyev 2 il 6 ay müddəti azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Qeyd edək ki, Tural Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 271.2.1-ci maddəsi ilə kompüter sisteminə qanunsuz daxil olma, 272.2.1-ci maddə ilə kompüter məlumatlarını qanunsuz ələ keçirmə və 273.1.1-ci maddə ilə kiber cinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi ittihamları irəli sürülüb. İttihamda deyilir ki, təqsirləndirilən şəxs 4 il ərzində yerli və xarici fiziki və hüquqi şəxslərin mobil telefonlarına və kompüter sistemlərinə müdaxilə edib. Bundan əlavə, Tural kiber hücumlar nəticəsində xarici şirkətlərin hamıya açıq olmayan məlumatlarına da giriş əldə edib.